Bu ilin mayında ölkəmizdə keçiriləcək VUF 13-ə hazırlıq çərçivəsində paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinq aparılacaq. Bundan əlavə, toplantının keçirildiyi günlərdə Bakı metropoliteni də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Monitorinq hansı əraziləri əhatə ediləcək və Bakı metrosunun iş qrafikində nə kimi dəyişiklik ediləcək? Bu barədə məlumatlar bizim növbəti süjetimizdədir. Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək. Qeyd edeyim ki, bu müddət ərzində sürücülərin alternativ yollardan istifadə etmələri və həmçinin hərəkətlərini öncədən planlaşdırmaları və sıxlığı nəzərə almaları tövsiyə olunur. Seçərik də alternativ yolları. Əsasən hansı yollardan istifadə edirsiniz? Yusuf Səfərov küçəsindən. Mən Dərnəgüllə istifadə edirəm. Dərnəgül şəhərdən az istifadə edirəm. Paytaxt ərazisində aparılacaq monitorinqlərlə bağlı VUF 13 əməliyyat şirkətinin açıqlamasında bildirilir ki, tənzimləmələr mayın 1-i saat 10:00-dan 16:00-dək keçiriləcək. Neftçilər prospekti, Yusuf Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti, Sabunçu körpüsünə qədər, Mehdi Hüseyin küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək. Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspres avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Forumdan əlaqədar metroların qrafiklərində də dəyişiklik ediləcək. Pik saatlarda qatarlar arası intervallar minimuma endiriləcək. Yəqin ki, insanlar nəzərə alıb eləyəcəklər də o qrafik dəyişiyini. Əla. Nə qədər çox qatar olsa, o qədər daha yaxşı olacaq mən düşünürəm. Mən razıyam. Qrafiklə işləyir, çox yaxşıdır. İstər-istəməz yenilik varsa, yəni ölkədə, istər-istəməz də biraz da o çətinliyə dözmək lazımdır. Metro gücləndirilmiş iş rejimi şəraitində çalışacaq, qatarların hərəkətinə xüsusi nəzarət olunacaq, zəruri hallarda maksimal hərəkət tərkibləri xəttdə olacaq. Bundan əlavə olaraq şənbə və bazar günü olmasına baxmayaraq zərurət yaranacağı təqdirdə həm ehtiyat qatarlar, həm də qrafikin dəyişdirilməsi üzrə işlər vaxtında yekunlaşdırılacaq. Bakı metropolitenindən o da bildirildi ki, ölkəmizə gələn qonaqlar xarici emissiyalı bank kartları vasitəsilə, yəni əlavə kart və ya yerli ödəniş əldə etmədən ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, VUF 13-də iştirak üçün qeydiyyatdan keçənlərin 13,3%-ni sahibkarlıq subyektləri təmsil edir və bu da Dünya Şəhərsalma Forumu tarixində ən yüksək göstəricidir. Sahibkarlıq fəaliyyəti şəhərlərin transformasiyasına güclü təsir edir. Yeni biznes təşəbbüsləri, texnoloji həllər və xidmət modelləri şəhər mühitinin daha funksional, rəqabət qabiliyyətli və insan mərkəzli şəkildə formalaşmasına töhfə verir. Bu qarşılıqlı sinerji nəticəsində şəhərlər yalnız yaşayış məkanları deyil, həm də iqtisadi inkişafın, innovasiyanın və yaradıcılığın strateji mərkəzlərinə çevrilir. Müasir qlobal trendlərə nəzər saldıqda 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak üçün indiyədək 175 ölkəni təmsil edən 23.350 nəfər qeydiyyatdan keçib. Lalə Allahverdiyeva, Rüstəm Abdullayev, Nuran Ələkbərli, Röya Qarabağlı, AzTV xəbər.